Ələməllə nəqə bə'd. Deməli, biz Şeyx Rabi Rəhməhullahın Quran məclislərindən çıxarılan faydalar dərslərimizə davam edirik. Ən son qalmışdıq, Şeyx danışırdı Rafizilərin hökmü barəsində. O gün Şeyx Rəhməhullah buyurur ki, yəni bu qısa ayələrdən bəzi faydalar çıxardır. O qısa ayələr də daha çox Şeyx burada yönəlir Vaqiə surəsində insanların 3 qismə bölünməyindən. Vaqiə surəsində insanların 3 qismə bölünməyindən. Ona başlamamışdan əvvəl deyir ki, yəni Şeyx, yəni bu ayələr, yəni Quran-ı Kərimdə keçən bu ayələr hamısı əksəriyyəti nəyindən bəhs edir? Tövhidin iqrarı, yəni tövhidin iqrarı, təsdiqlənməsi və şirkin və şirk əhlinin qınanılması. Və minət-sənai alə-rusul təvhid, yəni tövhidini göndəribdir Allah Subhanahu taala peyğəmbərləri tövhid üçün və onları tövhidə dəvət elədiklərinə görə nə edir? Tərifləyir onları. Və müsarətən ə'də'illezine əhləkumullah təbarəkə li'annahum kəzzəbə rusul təvhid. Yəni bu iki qismdən danışır. O qismlər ki, yəni bir dəstə nicat tapıb, nicat tapmanın səbəbi nədir? Yəni Allahın rəsullarının gətirdiyi tövhidi təsdiqləmələri və onun əhlindən olmaları. Digər tərəf isə rəsulların, yəni tövhidə dəvət edən rəsulların düşmənləridir. Onların da səbəbinə düşmənçiliklərinin şirki tabi olmaları və yaxud da özlərini şirk eləmək və şirki dəstəkləmələridir. وَمَا مَعَبْدَ اللّٰهِ تَبَارَكَ وَتَعَالَى أَنْبِيَئِ وَرُسُلِهِ وَأَوْلِيَئِهِ مِنْ اَتْبَعِ الرُّسُلِ. Və həmçinin Allah Subhanahu taala yəni ayələrdə nədən danışır? Yəni Allah öz peyğəmbərlərinə və peyğəmbərlərinin davamçısı olanlara, xüsusilə də nemət verdiyi kəslərə. Kimdir nemət verdiyi kəslər? Hər Fatihədə dua edir. Sıratəl-ləzīnə ən'amtə aleyhim. Allah'ım kimin yoluna yönət bizi? Nemət verdiyin kəslərin yoluna. Yaxşı, kimdir nemət verdiyin kəslər? Nisa surəsində ayə onu izah edir. Nisa surəsində ayədə Allah Subhanahu taala buyurur ki: "Və men yuti'illaha və rasuləhu fəulaika ma'allezina en'ama Allahu aleyhim minən-nebiyyin vəs-siddiqin vəş-şuhada'i vəs-salihin." Yəni Allaha və Rəsuluna itaat edən kimsələr kimlərlə bərabər olacaqlar? Allahın nemət bəxş etdiyi peyğəmbərlərlə, sıddıqlarla, şəhidlərlə və salihlərlə. Deməli, bizim Fatihədə bizi nemət verdiyin kəslərin yoluna öyrət deməyimiz kimlərin yoldur bunlar? Peyğəmbərlərin, sonra sıddıqların, sonra şəhidlərin, sonra isə salihlərin yoldur. Hətta İbn-i Feymən Alləmə Rəhməhullah buyurur ki, bu ayədə çox gözəl bir sir var. O da nədir? Şəhidlərdən əvvəl sıddıqların zikr olunması. Çünki peyğəmbərlər, sıddıqlar, sonra şəhidlər gəlir. Bu da onu göstərir ki, Əbu Bakr radiyallahu anhu Əlidən də, Osmandan da, Ömərdən də Allah olan hamısını razı olsun, onlardan üstündür. Çünki o sıddıqda, o sizlər isə şəhiddir. Ona görə Allah deyir ki, minən-nəbiyyin və sıddıqı. Peyğəmbərlər, sonra şəhidlər, peyğəmbərlər, sonra sıddıqlar, sonra isə şəhidlər, sonra isə yaxşı əməl sahibləri. Allah Subhanahu taala bizə bu surələrdə nədən bəhs edir? Peyğəmbərlərin yoluna tabi olanların mükafatından və onların yoluna müxalif olanların nəyindən? Cəzasından. Yəni cənnət və onun içindəkilər və peyğəmbərlərə və ona tabi olanlara vəd olunanlar və cəhənnəm və onun içindəkilər həmçinin orada onun əhlinə vəd olunanlar. Sonra Şeyx Rabi Rəhməhullah buyurur ki, Əqsamul xalq yevməl qiyamə. Qulların burada bir özü üçün mövzu açır. Xüsusi mövzu bu ayələrdən, Vaqiə surəsindən ki, Allahın qiyamət günü qulları bir neçə yerə bölməsi. Bu insanları bir neçə yerə bölməsi. Əslən insanlar neçə yerə bölünür? Suada və əşqiyə. Xoşbəxtlər və ya bədbəxtlər. Bu ayədə Allah Subhanahu onları bölüm ilə sələsədə əqsam. 3 qismə. Bunları 3 qismə bölür. Əshabul yemin, sağ tərəf sahibləri, və-səbiqun, öndə gedənlər, və əshabul cəhim və cəhənnəm əhli. Və hum əshabul məşəmə. Onlar da sol tərəf sahibləridir. Necə ki, Uca Allah Bələd surəsində buyurur. Əshabul məşəmə. Məşəmə nədir? Sol tərəf sahibləri. Məymənə sağ tərəf sahibləri. Yemin sağ, şimal sol. Və buyurur ki, Bəyyənəllahu təbarək və teala cəzəəs-səbiqunəl müqarrabin. Həmçinin Allah Subhanahu taala bu ayələrdə bizə öndə gedən, Allaha yaxın olanların mükafatlarını bizə zikr edir. Və zəkərə mə ləhum minəl cəmal vəl-qusul əl-əxirihi. Onların gözəlliklərini, onlara verilən böyük nemətləri, sarayları və s. evləri, cənnətdəki hallarını bizə zikr edir. Əhədəl qismul əvvəl, əl-müqarrabuhun səbiqun. Birinci qism, yəni o ən üstün təbəqə, xeyirdə öndə gedənlərdir. Əs-səbiqun, əs-səbiqun. Bəzi sələflər deyirlər ki, dünyada, salih əməllərdə öndə gedənlər, cənnətdə də öndə gedənlər olacaqlar. Bəziləri deyirlər ki, onlar bütün hallarında Allaha həmd eləyənlərdir.
Fərqi yoxdur, istər səvaən kənə sarra o darra. Fərqi yoxdur, istər müsibət anı olsun, istər nemət anı olsun. Fərqi yoxdur onlar üçün. Onlar hər hallarında Allah'a həmd eləyənlərdir. Bəzi rəvayətlərdə onları ayələrdə necə ki, həmidunə, həmd eləyənlər. Onlar hər hallarında həmd eləyirlər. Və bu həmd nə ilə təşkil edilir? Həm dillə, həm də qəlblə. Yoxsa dildə elhamdülillah deyib, qəlb Allahdan narazıdır. Yox, elə yox. Birinci qəlb mutmain olmalıdır. Sonrası dil onu tələffüz eləməlidir. Yəni, elhamdülillah, dildə elhamdülillah deyir, amma iş alım müftüyə görürsən ki, dilxordur. Yəni, həmd eləməmsən düzgün. Çünki elhamdülillah nə deməkdir? Başına gələn bir hadisədə və yaxud alınmayan bir işdə. Allahın sənə təqdirinlə razılaşmaq. Sən ki, dildə razılaşmışsan, qəlbdə yox, yeni istəyirsən onu. Aydındır. Və düşünmürsən ki, Allah subhanahu ta'ala sənə kəsdiyi qədər təqdir, sənin planladığından, sənin qurduğun xəyallardan daha xeyirlidir sənin üçün. Ola bilsin, həmin şeyi sən istədiyin an verməsin, gecikdirsin və ya tamamilə verməsin. O verməməyi sənin üçün nimətdir. Çünki bəzən insan gün gəlir, həmd edir Allah ki, Allah, nə yaxşı bir şey verməmsən. Əlhəmdülillah ki, alınmadı. Alınsaydı, indi Allah bilmən haradaydı. Aydındır. Həmin anda pis olmuşdu. Ki, alınmadı və s. Dilxorçuluq, əsəb, stres. Heyfin də gəldin, meçiddə qardaşlardan çıxdın. Üst turşutmaqla, pis halla və s. başqalarına alınmayan için adısını başqalarından çıxardın. Əslində bu bir növ qədərə üsyandır. Aydındır, qədərə üsyandır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləmin əzəmətli o hədisi var. Alimə dili görsün dedi, deyir ki, "Erda bimə qasaməllahu lək təkun əğnənnəs." Allahın sənə kəsdiyi qədərlə razı ol ki, insanların ən zəngin olasan. Ən zəngin olmalısın, Allahın sənə kəsdiyinə razı qal. Bil ki, sənə təqdir olunan sənin üçün ən xeyirlisidir. Elhamdülillah. Ona görə deyir ki, bu dində, dini məsələlərdə, salih əməllərdə öndə gedənlər orada da öndədirlər. Çünki hər cəzəul ihsan illəl ihsan. Allah azze və cəl buyurur ki, məgər yaxşılığın qarşılığı özü kimi yaxşılıq deyilmi? Sən yaxşılıq eləsən, o qat-qat artığını verəcək. Çünki Allah subhanahu ta'ala'nın adlarından bir də nədir? Əş-şəkur. Şəkur nədir? Yox, əslində şəkur təşəkkür eləyəndir. Nə barədə? Alimlərin mənası odur ki, qulun elədiyi xırda əməli qat-qat artığıyla mükafat verən. Hansı ki, özü o əmələ möhtac olmadığı halda. Sən əmələ möhtac deyil. Buna baxmayaraq, neyinirsən? Elədiyin əməlin qat-qat nədir artılığını verir. Onu ki, şeyh buyurur ki, birinci qism hansılardır? Əl-muqarrabun və səbiqun. Öndə gedənlər. Əs-səbiqun iləl xayrat fi midanil aqidə. Öndə gedənlər əqidə meydanında. Əqidə məsələsində. Subhanallah. Vəl-mənhəc. Mənhəc məsələsində. Vəd-dəvə. Allaha dəvətdə. Yəni, öndə gedənlər dinlə qəst olunur. Bu qəst olunur. Əqidədə öndə gedənlər, mənhəcdə öndə gedənlər. Sonra dəvətdə öndə gedənlər. Vəl-bəzzu fi səbilillah. Allah yolunda mallarını sərf eləyənlər. Xeyirdə öndə gedənlər. Vəl-cihad. Allah yolunda çalışanlar, cihad eləyənlər. Vəl-əmru bil-ma'ruf və nəhy vəl-münkar. Yaxşılığı əmr etməkdə, pislikdən çəkindirməkdə öndə gedənlər. Səbbəqunə iləl kullu xeyrat. Bütün xeyirlərdə öndə gedənlərdir. Bütün xeyirlərdə öndə gedənlərdir. Və hum səbiqunə fil cənnət və hum fi a'ləl cinan. Onlar cənnətdə də öndədirlər və cənnətin ən yuxarı yerindədirlər. Allah subhanahu ta'ala istəyir ki, bizi hansı cənnətdə daxilləsin? Firdevs-ül a'ləyə. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, sizdən bir istəyəndə ən uca cənnət olan Firdevs istəsin. Elhamdülillah. Allah'ın lütfü kərimdir. Allah'ın lütfü çoxdur, tükənməzdir. Sonra buyurur ki, şeyh, və yəliyim əshabul yemin. Sonra ise ikinci grup insanlar kimlərdir? Sağ tərəf sahibləri. Birincilər, xeyirdə öndə gedənlərdir, hamın qabaqlayanlardır. Sonra ise sağ tərəf sahibləri. Və hum mutavassatun. Və onlar orta əməl sahibləridir. Nə deməkdir bu? Yəqumunə bil vacibət. Bax, mühüm də, diqqət elə. Bax, o deyil, sağ tərəf sahibləri. Çünki sağ tərəf sahibləri kimlərdir? Bax, vacibləri yerinə yetirənlər, haramlardan uzaq duranlar. Aydındır. O sağ tərəf sahibləri kimlər deyil? Səbiqunlar deməli, bunlardan da öndə gedənlərdir. Bunlar orta təbəqədir, mutavassıtlardır. Yəqumunə bil vacibət. Vaciblər yerinə yetirirlər və yəbtəudun an muharramat. Haramlardan uzaq dururlar. Nədən uzaq dururlar? Allah'ın müstəhan.
Və təsəmməhunə fi şeyin minəl mübahət və məkruhət. Bəzi məkruh və mübah əməlləri eləyirlər. Həuləi dunə tilkəl mərtəbə. Onlar yuxarıdakı mərtəbədə deyirlər. Və ləkinnəhum fi nə'imin muqim. Lakin əbədi neymətlər içindədirlər. Cənnətin, o bəzi insanlarda xəta var. Nə deyirlər? Cənnət olsun, harası olur olsun. Yox, əslində bu demək düzgün deyil. Ən üstünü istəmək lazımdır. Və onun üçün çalışmaq lazımdır. Aydındır, insanların, avam insanın dilində deyil, cənnət olsun, harası olur olsun. Aydındır cəhənnəmə nisbətdə. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem bizə deyir ki, istəyəndə harası olur olsun. Deyir ki, əksinə, istəyəndə uca firdovsu istəyin. Aydın, uca firdovsu istəyin. Sonra şey buyurur ki, üçüncü isə Əshab-ı şimal, əl-kuffar və əşqiyyə. Sol tərəf sahibləri, onlar da kimlərdir? Kafirlər və bədbəxtlər. Və Allah subhanət hala ayələrdə buyurur ki, Vaqiyə surəsi 42-dən 48-ə qədər ki, fi səmumin və həmim. Onlar nəyin içində olacaqlar? Səmum, qızmar küləyə deyirlər. Küləkli yeldir, amma qızmardır. Əsəndə, tərpənəndə yandırır. Fi səmum və həmim. Yəni onlardan öyrələcək nədir? Qızmar yel və qaynar su. Və fi zil, kölgələrdir, min yəhmum. Yəni kölgələr belə nədir? Hamısı alovdandır. Olan kölgələr nə bilir? Alovdandır yəni. Onları kölgələndirən belə özü ateşdir. Yəni qoruna biləcək heç nələr yoxdur. Yəni daha betərdir yəni alov. Ona görə nə deyir? Fəzuqu fələn nəzidəkum illə adəbə. Hansı surədədir? Fəzuqu fələn nəzidəkum illə adəbə. Hansı surədədir? Nəbə surəsində. İmam Səid deyir ki, kafirlər üçün bundan betər əzab yoxdur. Allah deyir, dadın əzabı, indi sizə ancaq əzabdan başqa heç nə artıranmarıq. Yəni sizə artıq verə biləcəyimiz heç nə yoxdur, ancaq əzab var. Bundan artıq heç nə deyilmədir. Allah qorusun. Allah qorusun. Ona görə fikir verir, ona görə insan çəkinməlidir, cəhənnəmə yaxınlaşdan söz və əməl hamısından. Əgər Peyğəmbər sallallahu aleyhi ve səlləmin şəfaəti Əbu Talibədir və onun cəhənnəmdə ən yüngül əzabı nədir? Ayağın altı yanacaq və beyni qaynayacaq. Ən yüngül əzab Əbu Talibindir. Peyğəmbər sallallahu aleyhi ve səlləmin şəfaətinlə. Və onun da ayağın altı yanacaq, beyni qaynayacaq. İbn-i Feymin Allah rəhmət eləsin buyurur ki, beyin ayaqdan ən uzaq orqandır. Əgər ayağın altı yanıb, beyni qaynayacaqsa və bədənin digər əzaları nə halda olacaq? Aydındır, ayaq hara, beyni, baş hara. Baş ən uzaqdır ayaqdan. Əgər bir ayağın altı yanıb, başı qaynayacaqsa beyni, və sonunda bütün bədən nə halda olacaq? Lə bəridin və lə kərim. Yəni, həmin o qızmar, o kölgəlik, nə sərindir, nə də rahatladıcıdır. İnnəhum kənu qabilə zəlikə mutrafin. Onlar bundan əvvəl dünyada isə kef damaq deyirlər. Kef damaq deyirlər. Hər yer o gün keyif gələn. Nə varsa burada damsın, yer kef eləyək. Yer kef eləyək, hamısı buradadır. O tərəfdə kim gəlmir, heç nə yoxdur o tərəfdə. Amma deyir ki, onlar dünyada isə nə deyirlər? Kef damaq deyirlər. Və kənu yusirrun aləl-hinsil azim. Və böyük günahlarda israr edirlər. Allah qorusun, və əsas mövzu. Allah subhanət hala cəhənnəm əhlinin, onların xislətlərindən bir də ki, nə dedi? Böyük günahlarda israr edirlər. Allah deyir ki, iyyək və iyyək. Səni çəkindirirəm günahda israr eləməkdən. İnsan günaha düşə bilər, və labüddür. İnsan məxluqdur, günaha düşə bilər. Önəmli olan günahda israr eləməkdir. Tub ilallah, Allah'a tövbə elə. Allah'a tövbə elə. Atan Adəmə bənzər. Qalə zaləmnə ənfusənə. فَاِنْ لَمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُنَّنَّ مِنَ الْخَاسِرِينَ. Həvva, Adəm səhv elədilər. Xata elədilər. Nə dedilər Allah'a? Allah'ım, ya Rab, biz öz nəfsimizə zülm eləmişik. Allahu akbar. Və budur qulun izzəti. Yaxşı eləmişəm deyil qulun izzəti. Mən eləmişəm, yaxşı, özüm qazanmışım, özüm darıqdırım, xərcləyəm. Yo, bu izzət deyil. İzzət bilsən nədir? Səhv eləmişəm. Xata məndədir. Aydındır. Alimə deyir ki, əslində bu təhcə Allah'a qarşı münasibəti yox, insanlara qarşı münasibəti belə olmalıdır. Qardaş töfülümsüdür. Belə olsa mən adımı dəyişərəm. Yox, adını canı dəyişmək lazım deyil. Əgər elə olsa deyir, sən dediyin qəbul edirəm. Səhvəm, deyir ki, budur. Mən səhvəm, üzürü sahib.
Bir de alınmaz vesaire. Aydın bu da izzet. Ona göre çıktılar. İkisi de Hazretler Arfa dağının üstüne vesaire. Zalimine enfusene ya Rabbi biz nefsimize zulmelemiş. Fe illem tagfir lene. Sen bizi bağışlamasan mağfiret. Ve terhemne sonra rahmet. Görsen de ikisine demediler. Ayrı ayrı dediler. Bizi bağışlamasan, bize rahmetsen lenekunenne minel-zalimin. Bazıları deyirlər mağfiret geçmişte dediğimiz günaha göre. Rahmet gelecekti hayatımıza göre istəyirlər. Biz zalimlardan olarıq. Ama iblis ne dedi? Ene hayrun minhu. Ben ondan daha xeyriyim. Ona göre selef deyirdi ki atan Adem'e benze, düşmenin iblise değil. Səhv eləmirsən? İtiraf eyle. Çünkü itiraf eleme izzet. Peygamber sallallahu aleyhi ve sellemin Abu Bakr namazda öğrettiği dua. Kim diyer? Ha, şimdi ben sorayım da. Abu Bakr öğrettiği dua. Evet. Teşehhüde edilen dualardan biri. O zaman ki Abu Bakr radıyallahu anhu Es-Siddiq, bu ümmetin en hayırlısı. Ümmetin icmasıyla. Deyir geldi Peygamber sallallahu aleyhi ve sellem'e dedi ya Resulallah, ey Allah'ın peygamberi, allimni duaen, mənə dua öğret, o dua ile namazda Rabbime dua edeyim. Ve hamımız bildik ki dua kapısı geniştir. İstenilen duanı edebilirsin. Ve alimler dedi bu məqamda neyin fəzilət ortaya düşür? Bir var dua sen özündən dua eləyəsən, bir de var mə'thur, hədisdə, əsərdə ne gəlibsə o duanı eləyəsən. Hani bize deyirlər, niye diyor size imenli ayaqlarına girəndə bu zikr eləyirsən, məscidə girəndə bunu eləyirsən, başka zikr eləyən mənəm. Məsələ başka zikirdən deyil, başka dua edə bilərsən. Sadece olarak bir de var Peygamber sallallahu aleyhi ve sellem'den eser kimi, delil kimi gelen duanı ilet. Yani o eləyib bunu. Ve sen bunda da ona tabi olsan 2 kat savab kazansan. Hem dua eləyirsən, hem sığınırsan, Peygamberine tabi olsan, hədisi əməl eləyirsən, başka da senden bakıp nümunə olarsan. Ona göre Müslüman həris olmalıdır sünnəyə. Bəzi sələflər deyirlər ki, xoş o kimsənin anla ki, onu görəndə sünnəyə də düşür. Elhamdülillah. Xoş kimsənin anla ki, böyle onu görəndə sünnəyə də düşür. Zikir yada düşür, misvak yada düşür, birinci səhv yada düşür, Kur'an okumak yada düşür. Diyor, Franküs Kur'an. Elhamdülillah. Özü de bilmeden başkalarına nümunedir. Yani size özü gösterir cemaate. Sadece o başkalarına ne olur, nümune olur. Diyor, o adam sakit oldu, otur işimi, karışmıyor. Rahat rahat geliyor, Rabbinin kitabını okuyor. Elhamdülillah. En yaxşı ilə məşğul Allah'ın evində, onun kəlamından, onun evində onun kəlamından məşğul olmaqdan daha üstündə ola bilər ki. Təşviq edilməli Kur'an okumağı, xüsusən məsciddə. Yani danışmaq sonra olar da, çıxarsınız, danışırsınız və s. Məscid fürsət. Allah'ın evində Allah'ın kəlamını okumağa. Ən bir fürsətlərdən. Deyir, mənə dua öyrət, mənə dua ilə Allah'a dua edin. Peygamber sallallahu aleyhi ve sellem deyir ki, namazda salam vermədən əvvəl belə dua edin. Etteyyat, salli, barik, 4 şeyden sığınırsan vesaire vesaire vesaire. Deyir, öğret bu duanı. Bu duanı çok elə. Allahümme inni zalemtu nefsi zulmen ketira. Ey Rəbbim, mən öz nəfsimə çoxluca zülm eləmişəm. Sən kim mürcədir bunu? Abu Bakr radiyallahu anh. Deyir ki, aydın, indi bu qardaşı deyirsən ki, axı elm mürcən tövbə. Axı öyrəndik, tövbə eləyirik. Kur'an okuyuruq. Demedi ya Resulallah, mən öz nəfsimə zülm eləmişəm. Aydın dahil elim. Aydındır və qiyamətə qədər hamı bildi ki, ona Bakır ölgədir. Biz olsa deyir, adını çəkmədə, indi cəmat icmayı öldürdür, zalim. Ya, izzətdir bu qul üçün. Aşağılamaq deyil, izzətdir. Zalim tu nəfsi zulmən kəsin, ya Rab, mən çox nəfsimə çoxda zülm eləmişəm. Və lə yəğfiru zunubə illə ənt. Gəlmişəm sənə doğru. Sənin qapına gəlmişəm, heç kimə getməmişəm. Səndən başqa günahları bağışlayan yoxdur. Və mən yəğfiru zunubə illallah. Allahdan başqa günahları kim bağışlaya bilər ki? Yalnız Allah bağışlayır günahı. Onun üçün deyir, gəlmişim sənin qapına. Mən qaytarsan da hara gedim mən? Aydındır. Qul zəlliliyini qəbul edir. Və bu da onun yanında izzətdir. Ona görə deyir, səcdə. Nədir? Əyilmək ilə Allahın qabında ucalmağın adıdır. Çünki sənin izzətin ona səcdədədir. Qulun Allah'a en yaxın olan vaxtı nə vaxtdır? Ad günündə, diplom alanda, birinci yurtdanda, üniversite qəbul olanda, nə vaxt? Səcdə anında. En izzəti oradadır bu. En yaxın olduğu.
İndi bu ən yaxındasan. Buranı zayi eləmə. Bax, səcdə indir fikirləşərəm. Ha, indi ən yaxındayım sana. Ürəyindən keçən dinlə. Çünki ən yaxın yerdəsən. O anı itirmə. Onsuz da indi görürük halımızı, sünnətlərdə də zəifi, fərzlərdə də zəifçilikdir. O an tutmuşsam, yadına sal ki, bura mənim sana ən yaxın olduğum yerdir ya. Tutdun o anı bıraxma. Acı tez qalxırsan, sən imamca dözün ki, tez qalxasan. Dalda cəmaat olsun. Təkcə sən evdə qurursan, sünnətdir və s. Gec qalx. Nə olacaq? Çox qal orada. Ən yaxın yeri tutmuşsan. Qalxsan ən yaxın yerdə ölür, gəlsən ən yaxın yerdə ölür. Ən yaxın yer səcdanı. Həmin yerdə duanı çoxar. Allah'a yalvarışı çoxar. İstər dünya və axirət xeyirlər. Allah subhanın xəzinələri genişdir. Yəni düşün ki, bir də milyarder gəlsin saat çek versə, desək, ala bura istədiyin rəqəm yaz. Vallahi diqqətdən qulaq as. Bəzi şeylə danışın, bəzi insanlar belə kino kimi gəlir. Yox, bu həqiqətdir. Bir dənə milyarder gəlsin saat kağız versə, deyək ki, baba, bu kağızdır. İstədiyi rəqəm buraya yaz. Milyon, sıfırlar düz. Aydındır. Və bu məxluqdur. Sən Rəbbin isə deyir ki, ey qullarım, sizdən əvvəlkilər, axırkilər, ölənlər keçmişlər, sizdən sonra doğulacaqlar. İnsanlar, cinlər, bütün insan toplumu, bütün cin toplumu, hamısı yığışda bir təpənin üstünə. Mən də hərənin istədiyini ona versəm, o maşın istəyib, bu ev istəyib, bu ailə istəyib, hamısı ailələr versəm. Əvvəlkilər, axırkilər, mülkü görsən qordur. Nə buydadır xəzinələri. Hamısını versəm, bu mənim mülkümdən iynəni dənizə salıb çıxardanda nə əksildərsə, ona əksildir. Allahu akbar. Gör sən Rəbbinin xəzinələri nə bu deyir? Aynı gör kimin qapısındasan? Gör kimdən istəyirsən? Borçlusan, dərdlisən, sıxındasan. Çıx o təpənin üstüne istə Rəbbindən. İnsanları ki, ağız açmamışlar da birinci onlar istə. Bəzi insanlar Allah'tan istemiş birinci insanlara ağız açır. Mənim filanım var, şikayət deyir. Şikayəti çox eləyəndə insanlara nə itirəcəksən? İzzəti. Çünki Peyğəmbər sallallahu aleyhi ve sellem ne deyir? Müminin şərəfi gecə namazıdır. Onun izzəti isə ehtiyaclarını cəmaata bildirməməsidir. Bu elə bir şey ki, sənin hiçbir problemin yoxdur. Əlhamdır. Korktum bu konuda, burada. Hiç sıkıntısı yok değil mi? Bu elə bilsinlər. Ona möhtac ol. Bu sənin üçün ən böyük izzətdir. Əslində bütün insanlar onun üçün yaşayırlar, şərəf və izzət. Sonra bütün insanları yer üzündə. Niyə yaşasın? Şərəf və izzət üçün. Müminin şərəfi gecə qıldırdığı namazdır. 2 rükət qıl, 1 rükət qıl, 3 qıl, 5 qıl. Gecə namazdır, əlhamdülillah. Havalar yaxşı, xeyir vaxt mövsümüdür. Zilhiccə ayı, əlhamdülillah. Çoxal səcdəni. Səcdəni çoxal. Səcdəni çoxaltmaq Peyğəmbər sallallahu aleyhi ve sellemə yaxın olmanın əlamətidir. Dəlir Rabi'a radiyallahu anh. Rabia'nın heç nə yox idi. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, dua ilə sana nəsə verim. Məndən nə sistem, nəsə verim sənə. Məndən nə sistem? Ev yox qardaş, ailə yox, uşaq yox, pul, heç nə yox. Sıfır, əldə sıfır. Doğru dedim ki, başa düşürsün. Mən cənnətdə səninlə bərabər olmaq istəyirəm, ya Rasul. Yox, başqa şey istəyir də, yəni pul, mal, ev, ailə, zövcə. Verə biləcəyim ki. Yox, mən cənnətdə səninlə yoldaş olmaq istəyirəm. Bəzi rəvayət edir, gəl ki, çox sayılı israrlara rəğmən sahabe fikrindən daşınmır. Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Eylə isə çoxlu səcdə eləyənlərdən ol. Nədən ol? Nafilədən artır. Gizlində çoxlu elə. Vaxt var, zöhrü qılmışsan, əsrə kimi vaxt var, qıl. 5, 10, 2 qıl. 50 rükət, 100 rükət. Aydın artır nafilə namazları. Bizdə nafilə deyəndə bir qəribə baxırlar. Müəllim, bidət deyil ki o. Yox, nafilə namazı niyə bidət olsun? Nafilə namazı niyə bidət olsun? Səbəbsiz qılınan nafilə namazdır. Abdullah ibn İmam Əhməd nə deyir? İmam Əhmədin oğlu. Deyir ki, kənə əbi, atam, başına bir imtihanlar gəlməmişdən əvvəl gündə 300 rükət nafilə qılır. Nə qədər? 300 rükət. Deyir, o zaman çox qədər döydülər, ölürdü. Pis idi halı. Qamçıların belində izləri var idi. Başlamış 150'ye salmağa. Aydındır. Şübhəsin nə tapmışdı Allahla münacatı, ən rahat olan yeri. Aydındır. Eminə görə Peyğəmbər sallallahu aleyhi ve sellem ki, bizi namazla rahatlandır. Həmin məsələdir. Qaydaq şeyxi mövzuya. Yəni, şeyx burada həmin ayəni gətirir ki, Allah subhanət hala Vaqiə surəsi 46-cı ayədə buyurur ki,
Onların sifətlərindəndir, yəni sol tərəf sahiblərinin. Onlar israr edirlər böyük günahlarda. Müminin sifət deyil böyük günahlarda israr edirlər. Qardaş, qeybəti qutar, nəmmamlığı qutar. Pusatları qeybət, nəmmamlıq məsələsində az qala kişilər qadınları keçirlər. Onun yana geçsin, bundan danışır, bunun yana geçsin, bundan danışır. Qardaş, 4 kət namaz qılmışıq, onda Allah bir nətər qılmışıq. Onda bıraq kimizi verir, daha nə oldu? Çünki o nətər qılmışıq ki, bilmirik də nətər. İmam salam verir, durun da alır. Görsən, heç bir surəni bilmirik düzəməli ki, hansı ülkədə hansı surəni oxuyur və s. Sonra da gəlir, oturur burada, heç nə, güvənli. Millət elə bilir ki, qardaşlarla oturub zikr edir. Zikr elməyir, dağla danışmadı adam qalmıyor. Tələbəni qatmışıq müəllimə, müəllimi tələbəyə, şeyxə alimə, alimi şeyxə. Orada qazandığı, heç bir də qazandığı çatdırmayacaq bunları verməyə. Sələflərdən birində deyir ki, vallahi mən kimsə dağla danışalım, atamla anamın dalından danışarım. Bütün savablarım onları gider. Ne ağırlıdılar bunlar. Ben kimse dalından danışasın, atamla, papana mamam dalından danışarım. Bütün savablar ona gider. Yad adama niye gitsin? Adam oturup evinde, ben de burada dalından danışırım. O da oturup savab kazanır evde. Futbola bakın. Şuna bakın, o da oturup savab kazanır, ben de burada meçhitten çıkmışım, güya fayda veriyorum. Misal çəkdi Muhammed ibn Sirin'i. Bir tane bir nəfər dedim, müflis dedim, 4 ay gece namaz. Nələrdən məhrum qalmışıq, dilimizə görə Allah bilir. O günah o qədər çoxdur ki, bilmiyor harada kimə nə demişik. Onlar az idi, bilirdilər. Ha İşan abi? Onlar az idi, bilirdilər cəza hardan gələcək. Dedi, çoxdur, bizi bilmiyor cəza hardan gələcək. Sonra şeyh buyuruyor ki, Allah Subhanahu ayəsidir, 47-48-ci ayədə buyuruyor ki, وَكَانُوا يَقُولُونَ اِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِذَامًا اِنَّا لَمَعْبُوثُونَ. Bu da onların en büyük problemlerinden biri, küfrüdür. Onlar deyirlər ki, وَكَانُوا يَقُولُونَ. Yani onlar, sol taraf sahipleri, kafirler deyirlər ki, اِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِذَامًا. Biz ölüp, torpaq, sürsümük olduktan sonra yeniden mi diriləcəyik? Adında görsüz küfür eynidir. Bu eyni sözdür. Eyni söz. Ola bizim ləfsi başqa cür itlaq eləyir. Ama eyni mənadadır. Ha sürçümü yolundan sonra diriləcəyimi biz, ha o tərəfdən kim gəlib ki? Bunlar hansı boş yerlərdir. Mən önə sonra məhələtulillah dulasında. Aydındır. Allah korusun. Ava əbəunəl əvvəlun. Bizim atalarımız da mı? Aydındır. Yani sonra yani Allah subhanahu ta'ala yani onların halını vəsf edir. Ki yani qul yani Resulullah deyir ki onlara denən ki innel evveline vel ahirin. Öncəkilər və sonrakilər. Yani keçmişlər və gələcək olanlar. Ləməcmu'un ilə miqati yevmin ma'lum. Hamısı cəm olacaqlar əvvəldən vaxtı təyin olmuş gündə. Hamısı gətiriləcəklər. Subhanallah. Thumma innakum eyyuhad-dallunel mukezzibun. Sonra siz ey yalanlayanlar ve zallet ehli le'akine min şeceretin min zekkum. Zekkum ağacından meyvesinden yeriz. Femali'une minhal butun. Ondan karnınızı doyuracaksınız. Feşaribune aleyhi minel hamim. Sonra üstünden kaynar su içirilecek. Euzubillah. Feşaribune şurbel him. Alimler deyirlər ki bu yani en büyük cezalardan biridir. Meyvesi ne kimidir? Şeytanların başı kimidir? Keennehu ruusu şeyatin. Sanki şeytanların başı kimidir. Zekkum ağacı. Aydındır. Ona göre düzdür, avam insanların dilinde qalıbdır, bir şey olmaz, acı şey olan kimi zekkum deyilir, düzgün deyil bu istifadə eləmək. Yani bizdə köhnələrdən qalıbdır, nəsə acı şey olan kimi deyil, bu zekkumdadır, lazım deyil. Bu ifadəni eləmək düzgün. Bilmirlər, orada öğretmək lazım ki, o zekkum cəhənnəmdə şeydir. Yani onu da heç kim bilmir halını. Yani sadece Allah Subhanahu bize vəsf edir. Sonra buyurur ki: "Və hazə cəzal əşqiyəl mutrafin el-mukezzibin el-rusul." Allah bu ayələrdə bizə rəsulları inkar eləyən bədbəxtlərin halını zikr edir. Hazə cəzauhum kanu fi'd-dunya mubahbihin, munə'imin və mutrafin və muqbilin alə şəhvətihim. Onlar dünyada yeyib içməkdə, cah-cəlalda, rahatlıq, keyf içindəydilər. Allahu akbar. Və öz şəhvətləri oradan nə istəyirsə onu yerinə yetirdilər. Mu'ridun anil haqq, mu'ridin anil haqq. Haqdan üz döndərirlər. Və mukezzibin lir-rusul. Və rəsulları yalanlayırdılar. Fəkəfahumullah təbaraka bihadal cəza aladun və azabiş şədid.
Və Allah Subhanahu onları bu şiddətli əzabla, ağır cəza ilə cəzalandırdı. Fənəsəllallahu təbarək və təala ən yüsəbbitənə və iyyəkum alə dinil haqq. Sonra şeyx buyurur ki, Allahdan istəyirəm ki, bizi və sizi haqq din üzərində sabit eləsin. Və ən yec'alənə min əvliyaihi və min ətba'ir rusul fi kulli ma ca'u bihi minəl xayr. Və Allahdan istəyirəm ki, bizi və sizi Allahın övliyalarından eləsin. O kimsələr ki, rəsullardan gələnlərə tabi olublar, bütün xeyirlərə və bütün şərlərdən çəkiniblər. فَإِنَّهُ مَا مِنْ نَبِيٍّ إِلَّا وَأَنْقَذَ أُمَّتَهُ كُلُّ مَا هُوَ شَرٌّ لَهُمْ وَدَلَّهُمْ عَلَى خَيْرٍ مَا يَعْلَمْهُ لَهُمْ. Çünki bütün peyğəmbərlər öz qövmlərinə nə xeyirdirsə yönəldiblər və nə şərdirsə ondan çəkindiriblər. Allahın onların hamısının üzərinə salavat və salam olsun. Rusul cəhədu fillah haqqa cihədi. Allah yolunda haqqınla çalışıblar. Ona görə deyirlər ki, Allah Subhanahu taala onları öz ümmətlərinə etdiklərindən görə xeyir şeyini mükafatlandırsın. Və qad dallana və nəbiyyina sallallahu aleyhi və səlləm, bizim peyğəmbərimiz Muhammed sallallahu aleyhi və səlləm dallana alə xayri mə ya'lemuhu lana. Bizim üçün xeyir olan hər şeyi bizə göstərib. Nə deməkdir bu? Bidətə ehtiyac yoxdur. Xeyir olan hamısını göstərib. Xeyir istəyirsən sünnəyə tabi ol. Aydındır? Və həzzərənə min kulli mə yadurruna fi dinə və dünyana. Və bizim dinimizdə və dünyamızda bizə zərər olan hər şeydən bizi çəkindirir. Allahu Akbar. Fənuhibbuhu. Və biz onu sevirik. Fənu'tihi və ona tabi oluruq. Ona itaat edirik. Və huva bizə lazımdır ki, o bizim üçün fəliyəkun usvatun lənə aleyhissalatu vesselam. Bizim üçün nümunə olsun. Hər bir halında. Təkcə meclisdə yox. Təkcə əqidədə yox. Təkcə mənhəcdə yox. Bütün əməllərdə. Meclisdə də, çöldə də. Evdə də, məsciddə də. Bazarda da, məsciddə də. Məsciddə savab işlər üçün, Peyğəmbərə tabi olmaq üçün yarışırıq. Bazarda aldatmalar, yalan danışmalar. Aydındır. Üstörtül olmalar. Ona görə də bərəkət olmur. Ona görə insanların qazancının faydası olmur. Çünki bərəkət qaçır aldatmaqla və s. Hədə o elə bir ki, qabağa düşüb. Yox. Qabağa məbləğ baxımından qabağa düşür. Amma bizdə riyaziyyatla deyil, şəriyyətdəndir. Çünki şəriyyətlə 2 manat halal, 10 manat haramdan daha üstündür. Şəriyyətdə 2 manat halal, 10 manat haramdan daha üstündür. Aydın ki, haramın Allah qatında bir qədir qiyməti yoxdur. Hətta Allah yolunda xərc etsən belə qəbul deyil. Çünki o maldan sədəqə sahibdir. Allah sədəqə belə götürmür. Biz sən pis bir maldan gör, Allah üçün verirsən, gör nəyə yaraşdın da Allah, o uğurladığın kimsə başqasını. Allah qorusun. Əsəlullahi yüzəbbitən və iyyəkum aləl haqq. Allahdan istəyirik bizi və sizi haqq üzərində sabit eləsin. Və sallallahu aleyhi nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcma'in. Subhanakallah və həmdik. Əşhədən əstəğfirullah və təvbə. Allah yubarək. Allah razı olsun. Mövzuna alakalı sual var.